Gəlin Nərgiz Nəcəfin 5555-dən sayılan və sayılmayan isimlərin testinə baxaq və cəmi bizim burada 70 testimiz var. Başlayırıq birinci testimizdən. Deməli, choose the line of countable nouns. Biz bilirik ki, countable noun deyərkən biz sayılan isimləri nəzərdə tuturuq. Bu zaman sayılmayan isimləri atırıq. Başlayaq. A bəndində cheese pendir sayılmayan isimdir, getdi. B bəndində advice, məsləhət sayılmayan isimdir, getdi. C bəndində milk sayılmır, getdi. Və burada Y bəndində money, pul sayılmır, getdi. Cavabımız deməli olur D bəndi. D bəndində voice, səs sayılan isimdir. Impression, təəssürat və idea, fikir, ideya. Bunlar mücərrəd olmasına baxmayaraq istisna olaraq sayılan isimlərdir. Bunu yadda saxlayın. Idea və impression. Bunlar sayılan isimlərimizdir. İstisnadırlar. Davam edirik. Digər sözlərimizin tərcümələrindən baxalım. Məsəl üçün, melən yemiş deməkdir. Burada advice məsləhətdir, amma bir də var advise. Bu artıq məsləhət vermək deməkdir. Burada necə yadda saxlayırsınız? Əgər c-dırsa, s kimi oxunur. Bu məsləhətdir, isim versiyasıdır. Amma s-dırsa z kimi oxunur. Bu artıq fiildir. İkinci testimə baxıram. İkinci testdə məndən yenə sayılan isimləri soruşur. Baxırıq. Birinci, deməli, burada water sayılmayan isimdir. Food, ərzaq, qida sayılmayan isimdir. Silk, ipək sayılmır. Wine, şərab sayılmır. Deməli, cavabım Y bəndidir. Burada beach, çimərlik sayılır. Tuz, diş sayılır. Storm, tufan. İstisna olaraq demişdik ki, cloud, bulut, storm, tufan və wind, külək. Bu üç söz sayılan ismidir. Hava ilə bağlı olan bu üç söz sayılan isim hesab olunur. Bundan başqa nə görsəz, hava ilə bağlı heç biri sayılmır. Bunu da necə yadda saxlayır? Məsəl üçün, küləklər buludları dağıdıb tufan qoparır. Belə yadda saxlayın. Külək buludu dağıdıb tufan qoparır. Sonra davam edirik üçüncü testimizə. Yenə bizdən countable noun, sayılan isim soruşur. Sayılmayanları çıxmalıyıq. Deməli, burada grass, ot sayılmayan isimdir. Wealth, sərvət, var, dövlət sayılmayan isimdir. Fruit, meyvə sayılmayan isimdir. Və burada jewelry, lal, cəvahirat sayılmayan isimdir. Cavabım olur B bəndi. Spoon, qaşıq, cloud, bulut, enemy, düşmən deməkdir. Davam edirik dördüncü testdən. Countable nounları bizdən soruşur. Yenə sayılmayanları çıxırıq. Mustard, xardal deməkdir, sayılmır. Burada hamıya çəkiçdir uşaqlar. Əks də balta deməkdir. Bunu qeyd edərsiniz. Sayılan isimlər lazımdır mənə. Davam edirəm. Burada Batə sayılmayan isimdir. Burada Sanda, ildırım sayılmayan isimdir. Bəli, mənim 2 dənə variantım. Burada Help, ümid sayılmayan isimdir. Countable-dan soruşur dəqiqə. Bread, çörək sayılmayan isimdir. Time da burada vaxt mənasında sayılmır. Amma dəfə mənasında versə verərdi times. O sayılardı. Ona görə cavabım olur A bəndidir. Deməli, mən belə bir şeylə qarşılaşmışam. Bəzi materiallarda hope sözü sayılan götürülür. Bəzilərində sayılmayan götürülür. Deməli, burada diqqətli olmalısınız. Hope, ümid mənasında sayılmır, amma arzu mənasında sayılan isim kimi götürülür güman ki, ona diqqət yetirin. Baxırıq 5-ci testimizə. Countable nounları bizdən soruşur. Lightning, şimşək, ildırım, getdi. Sanda bayaq ildırım idi, bəlkə də bunu birdən çaşar səhv deyərəm. Sanda ildırımdır, amma lightning şimşəkdir. Sonra məndən sayılan isim soruşur. Baxıram, burada peace, sülh sayılmır, salt, duz sayılmır. Patience, səbir sayılmır, mücərrətdir. Cavab C bəndidir. Countable nounları soruşur. Trafik, nəqliyyat sayılmır, amma nəqliyyatın balaları, yəni növləri sayılır. Sonra burada countable noun soruşur. Voleybol sayılmayan isimdir. Gold, qızıl sayılmır. Weather, hava sayılmır. Cavab oldu B bəndi. Davam edirəm. 7-ci testimdə yenə sayılan isimlər lazımdır mənə. Sil və gümüş sayılmır. Chess, şahmat oynadıdı sayılmır. Snowcar, hava ilə bağlı sözdür sayılmır. Və burada wool, yun, material bildirir sayılmır. Cavab oldu D bəndi. 8-ə baxıram. Countable nounları məndən soruşur. Silk, sabun sayılmır. Buffalo, camış deməkdir. Cage, burada qəfəs deməkdir. Futbol oyundur sayılmır. Button, düymə deməkdir. Sonra sand, qum sayılmır. Meat, ət sayılmır. Cavab eləyir C bəndi. 9-a baxıram. Sayılan isimlər lazımdır mənə. Blood, qan sayılmır. Knowledge, bilik sayılmır. Luggage, baggage, yük deməkdir sayılmır. Və burada oksigen qaz halındadır. Sayılmır. Cavab A bəndidir. 10-cu testimə baxıram. Cotton, pambıqdır, burada sayılmır. Leather, dəri, material bildirdi sayılmır. Dream, arzudur, bir dəqiqə.
dursun. Literature ədəbiyyat fənn adıdır, sayılmır və ink mürəkkəb sayılmır. Amma C bəndini götürürəm çünki dream arzu, xəyal istisna olaraq sayılan isimdir. Dream wish arzu deməkdir. Bir də hope arzu mənasında sayılan isimdir. 11-ə baxıram. 11-də mənə yenə sayılan isim soruşur. Juice meyvə şirəsi, information məlumat sayılmırlar. Porridge sıyıq qidadır sayılmır. Hannibal qidadır sayılmır və burada cavabım 7. 12-də mənə sayılan isim lazımdır. Yenə ha mənə idi, bayaq demişdim, çəkic. Sayılan isim lazımdır. Garbage getdi, zibil. Sonra education təhsil sayılmır. Sonra rice düyü sayılmır. Freedom azadlıq mücərrəddir sayılmır. Cavab B bəndidir. 13-cü testimə baxıram. Baxırıq. Pollution tullantı sayılmır. Çirklənmə. Sonra happiness xoşbəxtlik mücərrəddir sayılmır. Sonra burada nəyə baxıram? Cotton pambıq material bildirir sayılmır. Sunshine-da günəş işığı mücərrəddir sayılmır. Cavabım C bəndi. Mücərrəd deyil, yəni sunshine sayılmır burada. D bəndidir. Kettle çaynikdir, job iş sayılır. Kangaroo da heyvan adıdır sayılır. Job işdir, bir də work işdir. Work iş mənasında amma sayılmır. Job sayılır. Yenə sayılan isimlər lazımdır. Blood qanı çıxdım. Sonra bate yağ, səhər qidasıdır sayılmır. Glue yapışqan sayılmır. Və burada literature ədəbiyyat fənn adıdır sayılmır. Burada lizard kərtəngələ deməkdir. Bunu yadda saxlayın. Amma wizard olanda bu sehirbaz cadugar deməkdir. Cavab olur B bəndi. Materdir, şəhid deməkdir. Burada yadda saxlayın. Mater. 15-ci testimizə baxarıq. Sayılan isim bizdən soruşur. Air hava sayılmır. Fuel yanacaq sayılmır. News məlumat sayılmır. Manipul sayılmır. Cavab Y bəndidir. Train qatar, mas, ay, parrot tutubuşu sayılan isimlərdir. Grass ot sayılmır. Furniture mebel sayılmır. Sonra baxıram. Burada soup sayılmır. Çünki qida vasitəsidir. Obesity köklük sayılmır. Cavab D bəndidir. Muzey, şəxs, səbəb. Bunlar sayılan isimlərdir. Countable noun soruşur bizdən. Countable nounlarımızda progress, inkişaf mücərrəddir sayılmır. Musiqi sayılmır, amma song sayılır. Sonra çox təbaşirdir sayılmır. Furniture mebeldir sayılmır. Cavab A bəndidir. School məktəb, religion, din, table-da masa sayılan isimlərdirlər. 18-ci testimə baxıram. 18-də yenə countable noun lazımdır. Burada Mulberry tut deməkdir. Bunu yadda saxlayın. Air hava sayılmır. Luggage yük sayılmır. Sibling bacı qardaş deməkdir. Bunu da yadda saxlayın. Pocketdə cib. Sonra baxıram nəyə? Sayılmayanlar. Sil və gümüş sayılmır. Və burada deməli mənə lazımdır nə? Permission icazə sayılmır. Cavab Y bəndidir. Planet, əskər, tərəvəz. Yenə sayılan isimləri çıxıram. Sayılan isimlərdə kindness, mehribanlıq nə? Bir dəqiqə, bu mücərrəddir sayılmır. Sonra cheese pendir sayılmır. Hannibal sayılmır. Və burada nəyə baxıram? Health, sağlamlıq mücərrəddir sayılmır. Cavab C bəndidir. Spider, hörümçək, thief, oğru, present da hədiyyə. Növbəti sualımız 20-ci sual. Countable nounlar soruşur. Countable nounlarda sadness sayılmayan isimdir. Permission sayılmayan isimdir. Wheat buğda sayılmır. Biologiya sayılmır. Cavab Y bəndidir. 21-ci testimə baxıram. Uncountable nounları məndən soruşur. Artıq sayılmayanlar lazımdır. Deməli, artıq sayılmayan isimləri soruşur. İndi baxın burada. Flour un sayılmır. Sugar qənd sayılmır. Furniture mebel sayılmır. Cavab B bəndidir. C bəndində turtle tısbağa sayılan isimdir. Burada vowel, Said, Samit sayılan isimdir. Tribe, qəbilə sayılan isimdir. A bəndində baxın anger, wheat sayılmır. Amma help burada baxın variant qalmır. Sayılan isim kimi veribdir. Bəlkə də bunu burada bizə veribdir. Arzu mənasında. Ona görə çıxırsa. 22-ci testə baxıram. Uncountable noun lazımdır bizə. Gəlin baxaq. Uncountable noun soruşursa wife buradan çıxdı. Wind istisnaydı, buradan çıxdı. Davam edirəm. Sonra burada sayılmayan lazım idi, unutmayın. Bunu buradan çıxıram. Wing'i buradan çıxıram. Cavab dedi. Advice məsləhət sayılmır. Hannibal sayılmır. Domino oynadı sayılmır. Yenə uncountable lazımdır mənə. Wish arzu istisna olaraq sayılan isimdir, getdi. Women qadın sayılır. Word söz sayılır. Year il sayılır. Cavab oldu C. D. Happiness xoşbəxtlik mücərrəddir. Musiqi ink də mürəkkəb sayılan isimlərdir. Sayılmayan isimlərdir, çaşdım. 24-də uncountable noun soruşur məndən. Deməli, burada baxıram. Idea, ideya sayılır, getdi. Mountain, dağ sayılır, getdi. Umbrella sayılır, getdi. Peace sayılır, getdi. Cavab A bəndidir. 25-də sayılmayan isim lazımdır. Hour sayılan isimdir.
Sonra storm, tufan sayılan isimdir. Merchant, tacir sayılan isimdir. Kartof sayılan isimdir. Cavab B bəndidir. Sonra 26-27. 26-da uncountable nounlar soruşur bizdən. Wind, külək sayılan isimdir. İstisna olaraq çıxdım. Mouse, sıçan sayılır. Country, ölkə sayılır və burada help arzu mənasına sayılır. Cavab C götürmüşük. Housework, tea, chess. Tea, çay, chess, şahmat, housework da ev işi deməkdir. Bunlar sayılmayan isimlər hesab olunur. Uncountable noun'da problem sayılır, getdi. Cloud, bulut sayılır. Sonra tuz sayılır. Cavab Y-dir. Burada refugee, qaçqın sayılır. Cavab Y bəndidir. Mücərrətdilər. Sonra baxıram 28. Uncountable noun. Bottle, butulka sayılır. Car, maşın sayılır. Person, şəxs, adam sayılır. Bıçaq sayılır. Cavab Y bəndidir. Hunger, aclıq mücərrətdir. Musiqi mücərrətdir. Oyluyaq mücərrətdir. Əstəğfurullah, mücərrət deyil. Yəni oyluyaq deməli duru yağdır. Maye formasında olduğu üçün sayılmır. Uncountable nounlar soruşur məndən. Woman çıxıram, qadın. Letter, məktub, çıxdım. Page, səhifəni buradan çıxdım. Deməli, impression, təəssürat istisna olaraq sayılan isimdir. Cavab D bəndidir. Happiness, xoşbəxtlik mücərrətdir. Soup, qidadır. Money, pul da sayılmır. 30-cu testə baxıram. Uncountable noun məndən soruşur. Cavab elə A bəndidir. Çünki oksigen, qənd, zibil. Burada lady'ni, burada library-ni çıxıram, wolf-u çıxıram, scarf-ı çıxıram. Amma burada hey, quru ot samandır. Bunu biləsiniz, o sayılmır. Vocabulary sayılan isimdir amma. Vocabulary sayılır. 31-ə baxıram. Düzgün variantı seçməliyik. Deməli, əgər oflu birləşmə görmüşüksə, bu oflu birləşmədə mən sizə demişəm ki, diqqətli olursunuz. Birinci onu deyək, informationu burada cəmləndirib. Bu, ümumiyyətcə ola bilməz, getdi. An additional information. İki söz yanaşı gələndə bu an artikli ikinci ayda olmuş olur. Birinci burada əhəmiyyət daşımır. Təyin edicidir çünki. Information da artiklına işlənməz. Deməli, 3 yanlışdır. Sonra baxıram burada. To useful information. Yenə iki söz yanaşı olanda to deməli information'a aiddir. Information sayılmırsa qabağına rəqəm qoya bilməzsiniz. Bu da getdi. Yenə oflu birləşmə məsələsi. Bayaq onu demədim. Ofdan sonraya baxmırsınız. İşim yoxdur. Qabaq uzlaşmalıdır. Source, mənbə sayılır. İş düzdür. Oldan sonra cəm isim gələr, düzdür. Cavab onda 1-2 C bəndidir. Baxıram 32-ci testə. Yenə iki söz yanaşı gəlibdir. Deməli, ən aiddir buna. Bu da sayılmadığı üçün səhvdir. Some useful informations. Information cəmləməz axı, bu səhvdir. An information booklet. An bookletə aid olmuş olur, information'a yox. Deməli, bu doğrudur. Niyə? Çünki iki söz yanaşı gələndə bu birinci söz əhəmiyyət daşımır. Burada to new information, iki söz gəlib, bu buna aid olmuş olur. Information new ilə, 2 ilə işlənməz, rəqəmlə işlənməz. Əylə də pieces işlənməz, çünki pieces cəmdədir. Deməli, bu variantlarda çıxırsan. Baxıram, information'ı cəmləndirib, 2 getdi. Information sayılmır, qabağında rəqəm olmaz, bu da getdi. Sonra, deməli, a good information-da E artikli information aid olmuş olur. O da yanlışdır, çünki artikldan işlənə bilməz. Good burada təyin edicidir, önəm daşımır. Cavabım 3-4 A bəndidir. Burada niyə düzdür? Plenty of-dan sonra həm cəm, həm sayılmayan gələ bilər. Bu da sayılmır. A piece of information da ola bilər. Baxıram 34-də yenə cəmlənməkdir. Bunu çıxdım. Sonra many useful information veribdir. Many information aid olmuş olur. Many-dən sonra cəm gəlir, sayılmayan gəlmir. Bu da getdi. Burada an information aiddir. Yanlışdır. To information aiddir. Yanlışdır. Çünki rəqəmlə işləməz. Cavab 7. Of-dan sonra ilə işimiz yoxdur. Bu sözdə sayıldığı üçün ənlə işlənə bilər artiklına. 35-ə baxıram. 35-ci testdə incorrect variant, yəni səhv variant lazımdır bizə. Baxağın, deməli səhv variant lazımdır. Some information doğru, çünki some'dan sonra cəm və sayılmayan gələ bilər. Sonra personal information doğrudur. Niyə? Çünki burada yəni information sayılmır. Burada da article falan qoymayıbdır. Bu doğru variantdır. Bunu da çıxıram. Buna çıxdım. Asia information, Asiyadan sonra cəm də gələr, sayılmayan da gələr. Bu da doğrudur. Sonra information, useful information, bu da doğrudur. Burada helpful information deyəndə doğrudur. Niyə? Çünki yenə information'a görə bura heç nə qoymayıb, sayılmır. Amma bu yanlışdır. Niyə? Çünki mən ikinci sözümə baxıram, center sayılır. Bu sayılan sözdürsə burada artikel olmalıydı. An information center. Cavab Y bəndidir. Səhv olan Y-dir. Deməli, 36-cı testimizə yenə yanlış variant bizə lazımdır. Baxıram, an information board. İki söz yanaşı gələndə an buna aiddir. Bu board sözdə sayıldığı üçün, deməli, bu doğrudur. Bu bizə lazım deyil. X qoydum.
Information board. Burada board sözü sayıldığı üçün bura article qoymalıdır. Bu yanlışdır. Deməli bunu götürməliyəm. Some information doğrudur. Niyə? Some'dan sonra cəm də gələr, sayılmayan da gələ bilər. Bu doğru olduğu üçün bizə lazım deyil. An important information. An article burada information'a aid olur. Deməli bu yanlışdır. Yəni olmalı deyil. Özüm də qatdım hansını götürüb götürməyəcəyimi. Gəlin baxaq. 4 doğrudur. Deməli 5 yanlışdır. Burada 3 yanlışdır. Burada 2 doğrudur. Burada 1-də də board cəmlənibdir. Ona görə artikel düşüb. Bu da doğrudur. Mənə yanlış variant lazımdır. Cavab ona görə olur 3 ilə 5. Ümidvaram ki, düz götürdüm. 3, 5. Yenə baxıram. Aha, doğrudur. 37-ci testə baxırıq. Incorrect variantı seçin. Yenə səhv variant lazımdır. Baxıram bura. Yenə deməli nəyə baxıram? Another information yanlışdır. Niyə? Another'dan sonra sayılan təqsim gələr. Bunu getdim. Belə cavab budur da cid. Səhv soruşur. Deməli qalanlar düzgündür. Gəl baxaq. Bax more nədir? More matchla, bunu sizə demişdim qızlar. Many-nin deməli müqayisə dərəcəsidir. Match many müqayisədə olur more, kökdən dəyişir. Deməli bunun içində həm match var, həm many var. Başa düşdünüz? Match olduğu üçün sayılmayanla işlənə bilər. More olduğu üçün cəmlə işlənə bilər. Başa düşdünüz? Yəni more'un içində həm match var, həm many var. Ona görə Y bəndi doğrudur, getdi. Some useful information. Deməli, bu ilk birləşmələr yanaşı gələndə some aid olur information'a. Doğrudur. Bunu çıxıram. Necessary information. Information sayılmır. Qabağında da sifət var, heç nə qoymayıb. Oflu birləşmədə də oldan sonra cəm gəlir, gəlibdir. Yəni, burada səhv heç nə yoxdur. 38-ə baxıram. 38-ci testdə a lot of information doğrudur. Niyə? Çünki a lot of-dan sonra cəm də gələr, sayılmayan da gələr, A bəndidir. A difficult information-da information-a aid olmuş olur. Bu yanlışdır, çünki article-dan işlənmir. Too many information. Many-dən sonra cəm gələr, sayılmayan gəlməz. Yanlışdır. This full information. This cəmdirsə, burada information cəmdə olmalıdır. Information da cəmlənməz. Yanlışdır. Burada elə bil information-a görə təkdə this verməliydi. Burada da cəmlənibdir. Cəmlənməz. Cavab A'dır. 39. Deməli, 38-də oldu. A bəndi. Sonra davam edirik 39-cu testlə. It was difficult to get. Deməli, baxırıq birinci variantlarda görək biz avtomatik ata bilirik. Bunu atırıq. Niyə? Information cəmlənməz. Bu variant getdi. Sonra another'dan sonra demişik ki, sayılan təqsim gələ bilər. Bunu necə yadda saxlayırsınız? Məsəl üçün, another book. Həmişə another book. Yəni, sayılan təqsim. Book sayılan təqsimdir. Bunu belə yadda saxlayın. Information olmaz. Bu da getdi. Many'dən sonra cəm gələrdi. Bu sayılmır. Getdi. Piece parça deyəndə bu precise olmur. Piece olur. Piece. Buna görə yanlışdır. Cavab Y bəndidir. They give us. İndi baxırıq. 2 söz yanaşı gəlibdir. And information. Olmaz. Deməli, 2 söz yanaşırsa demişik ki, bu buna aiddir də. A bəndi yanlışdır. Some useful. Bu informationu cəmləndirməli olmaz. Getdi. Several informationdan işlənmir. Niyə? Çünki several özdən sonra cəm istəyir. Information da sayılmır. Bu da getdi. Deməli, several pieces bu doğrudur. Several üstə gələcəm. Of-dan sonra ilə də işin yoxdur. Cavab D-dir. Burada da to information aid olmuş olur. O da sayılmayan isimli to ilə işlənməz. Deməli, baxıram 41-ci testdə. 41-ci testdə deməli, nəyə baxıram mən? Information n-lə işlənə bilməz, sayılmır. Sonra information cəmlənməz, getdi. Deməli, baxıram burada. Some'dan sonra sayılmayan gələ bilər, doğrudur. A piece of information ola bilər, doğrudur. More'dan sonra da gələ bilər, doğrudur. Çünki more'un içində həm də match var. Matchda sayılmayandan işlənə bilər. Və yaxud da belə yadda saxlayırıq. More'dan sonra cəm də gələr, sayılmayan da gələr. Cavabım 1, 3, 4 eləyir A bəndi. 42-ci testdə baxıram. Information bax, cəmlənməz. Article-dan işlənməz. Sonra many'dən sonra cəm gələr, sayılmayan gəlməz. Another ilə information işlənməz. Cavab elə oldu Y bəndi. 42-yə baxıram. 42-ci testim, 43-ə, estağfurullah, 43-cü testimdə. Baxın, burada nə gördüm? N-lə işlənib, səhvdir. Information many ilə işlənməz, marşla işlənər, getdi. Burada davam edirik. A bəndində də yenə informationu cəmləndirib, cəmlənməz. Deməli, burada amma B-də olar, C-də ola bilər. Bu zaman nə qarırsınız? Cümləyə müraciət edirsiniz. Çünki samla eninin özünün bir-birindən fərqli qaydaları var ki, eni sual və inkarda, sam isə təsdiq cümləsində işlənir. Bu da inkarı burada gördüksə, enini götürürük, cavab olur B bəndi. Və siz bilirsiniz də, eni, sam özündən sonra həm cəm isim, həm də sayılmayan isim ala bilir. 44-cü testimlə davam edirəm.
Yenə variantlar üzərində görək nəyə tabi. Bunu atıram, çünki burada cəmləndiribdir. Information cəmlənməz. Bütün testlərdə də information var, ey Allah haqqı. Bu getdi. Sonra eynən pieces cəmdə işlənə bilməz. Bu da getdi. Information article-la işlənməz. Bu da getdi. Piece of information deyil, bu a piece of information-dır. Olmalıydı. Bu da getdi. Çünki niyə? Piece sayılan sözdür. Sayılırsa qabağında onun bir təyin edicisi olmalıdır. Some information doğrudur. Çünki həm cəm, həm sayılmayan gələ bilər. 45-ci testə baxıram. Information qabağına n qoyub, bunu getdim. Main information olmaz, much information olar. This-dən sonra information gəlməz. Burada this təkdə olmalıydı, çünki information təkdir. New information, bu doğrudur. Information burada cəmləndirib, bu yanlışdır, cavab dedi. Sonra baxıram bura. Furniture cəmlənməz. Sonra qabağında rəqəm işlənməz. A few cəmlə işlənər, furniture sayılmayandır. A new furniture də buna aiddir, o da article-dan işlənməz. Cavab Y bəndidir. Sonra 47-yə baxıram. Yenə də bütün strukturlar ancaq information-dan furniture ilə gedir. Deməli, baxıram bura. Furniture sayılmır, qabağında rəqəm işlənməz, getdi. Sonra several new furniture. Furniture-ni burada cəmləndirib, cəmlənməz çünki sayılmır. Some new furniture doğrudur. Niyə? Çünki iki söz yanaşı gələndə bu birinci, ikinciyə aid olmuş olur. Bu doğrudur. Çünki some həm cəm, həm sayılmayandan işlənir. Furniture də sayılmayandır. Sonra oflu birləşmədə bu hissə ilə işim yoxdur. Some piece yanlışdır. Niyə? Çünki some'dan sonra pieces cəmdə olmalıydı. Tək gələ bilməz. Bu da getdi. Of'dan sonra ilə yenə işim yoxdur. To'dan sonra pieces'i cəmləndirib, deməli 4 doğrudur. Deməli 1 ilə 4-dür cavab. O da eləyir Y bəndi. Baxıram bura. Yenə oflu birləşmədə of'dan sonra ilə işim yoxdur. To'dan sonra pieces cəmlənib. 1 doğrudur. Piece of furniture də a piece of furniture. Bunun qabağında bir təyin edici olmalıdır. Bu getdi. 3 doğrudur. Burada A ilə pieces'i cəmləndiribdir. Bu yanlışdır. Burada da furniture-ni cəmləndirib, bu yanlışdır. Cavab 1-3. O da eləyir Y bəndi. 49-a baxıram. Çox bulanlıqda çalışıram ki, görüm. A few-dan sonra information gəlməz. Çünki few cəm istəyir, information sayılmır, getdi. A few pieces of information. Bax, of'dan sonra ilə yenə işin yoxdur. A few-dan sonra pieces cəmdə doğru verib. Information cəmlənməz, bu getdi. Two pieces of information-da. Of'dan qabaq to'dur, pieces cəmlənibdir, bu doğrudur. A useful information-da da ə də buna aiddir, bu da yanlışdır. 2-4 cavab eləyir, A bəndidir. 50-ci testimizə baxırıq. Deməli, baxın, information var. Mən baxıram ki, burada information'ın qabağında valuable sifəti var. Deməli, a valuable information, aid olur information'a. O da yanlışdır, çünki sayılmır, olmalı deyil. A bəndi gedir. More information ola bilər. Çünki more'dan sonra həm cəm, həm sayılmayan gəlir. Bu doğrudur. Many'dən sonra sayılmayan gəlməz, cəm gələr. Bu yanlışdır. Sayılmayanın qabağında rəqəm gəlməz, yanlışdır. Cəmlənməz, yanlışdır. Eyni strukturda getdi. Baxıram burada good news. Article news'a aiddir. News article-dan işlənmir, getdi. A piece of news doğrudur. A pieces olmaz. Pieces cəmdədir, A ilə uzlaşmır. Bu getdi. Two pieces doğrudur. Niyə? Pieces cəmlənib, two rəqəmi var 4. News da sayılmır, qabağında rəqəm işləməz, getdi. Cavab 2 ilə 4, B bəndi. 52-yə baxıram. Article news'a aid olur. News sayılmır, yanlışdır. Several'dan sonra cəm gələr. News burada sayılmayandır, yanlışdır. Article-dan pieces cəmdə işlənə bilməz, yanlışdır. A few news da sayılmır, a few ilə işlənməz, cavab D bəndidir. News sayılmayan isimdirsə, sayılmayana uyğun olan quantifier qoymalıyıq. 52-yə baxıram. A wonderful news. Deməli, yenə iki söz yanaşı gəlib. News'a aid olmuş olur. News da sayılmır axı. Mən onun qabağına nə rəqəm qoya bilmərəm, nə article qoya bilmərəm. Yəni, n də qoya bilmərəm, Z olar. Rəqəm də qoya bilmərəm və eyni zamanda onu cəmləndirə də bilmərəm. Deməli, A bəndi getdi. Several cəm isim istəyir, bu sayılmır. Bu da yanlışdır, B getdi. A ilə pieces yenə cəmdə ola bilməz. Article-ında təkdə olmalıydı. A few-dan sonra news. Mən elə bir bunu izah elədim axı. A few-dan sonra news sayılmayan olmaz, getdi. Cavab D-dir. Bəlkə də yerdən izah eləmişəm, onda üzrü sayın. 53-ə baxırıq. Deməli, news sayılmayan isimdir. Qabağına rəqəm qoyubdur. Bu yanlışdır. Fantastic news. Article news aid olmuş olur. Yanlışdır. Any news doğrudur. Niyə? Çünki en özü sonra cəm də alır, sayılmayan da alır. Pieces cəmdədir. E ilə işlənməz. Axı, baxın, bu cəm, bu tək ola bilməz. A piece of news amma doğrudur. Ona görə cavabım 3-5. O da edir Y bəndi. Advice sayılmır, qabağında n olmaz. Advice-i cəmləndirmək olmaz. Ən azı özündən sonra book'u yadda saxlayın. Sayılan tək alır. Advice sayılmır, yanlışdır. Advice sayılmır, rəqəmlə olmaz. Cavab D bəndidir. Sonra baxırıq bura. Advice rəqəmlə olmaz. Bunlar çıxdı. Advice article-la olmaz. Bu çıxdı. Advice cəmlənməz. Many cəmlə işlənir. Sayılmayandır bu. Cavab D-dir.
Sonra baxıram 56-cı testimə. Yenə variantlar üzərində işləyirik. Deməli, birinci testdə advice-in qabağına artikel qoyub yanlışdır. Çünki sayılmır, ola bilməz. Advice sayılmayan isimdir. Sam həm cəm, həm sayılmayana işlənir. Bu doğrudur. A piece of advice birləşməsi doğrudur. Niyə? Of-dan sonraya baxmırsan, piece sayılır deyə eynən işlənə bilər. Doğrudur. Advice burada cəmləndiribdir. Bu qəti bir şəkildə ola bilməz. 6 yanlışdır. Niyə? Çünki piece sayılan sözdür. Bunun qabağında nəsə bir təyin edici olmalıdır. Ya artikel olmalıdır, ya summary olub cəmlənməlidir. Nəsə bir şey olmalıdır. Ona görə bu da yanlışdır. Pieces də eynən burada cəmlənibdir. Eynən pieces cəmlənə bilməz. 3-2. Cavab A-dır. 57-ci testimə baxıram. Advice cəmləndirib cəmlənməz. Cəmləndirib cəmlənməz. Pieces. Deməli, burada nəyə baxıram? Available var. Available, sifət, sonra bu hissə var. Deməli, varsa, burada nə available advice ola bilməz. Baxın, yazıram bura. Onda advice sayda olmuş olur. Advice də sayılmır. Bu getdi mi? Available pieces olmaz. Niyə? E-də pieces aid olmuş olur. Bu cəmdə axı bu eynən işlənməz. Deməli, Y də getdi. Cavab C-dir. Amma available piece olar. Çünki piece sayıldığı üçün artikluna aid ola bilər. 58-ə baxıram. Music cəmlənib getdi. Çünki music sayılmır, cəmlənməz. Burada da cəmlənib, bu da getdi. Qaldı bunlar. A wonderful music deyəndə artikli musiqiyə aid olmuş olur. Olmaz, sayılmır. A wonderful pieces olmaz. Niyə? Onda pieces aid olmuş olur. Bu cəmdə olmaz. Cavab A bəndidir. 59-a baxıram. Deməli, pieces of music doğrudur. Çünki cəmlənibdir, ola bilər. Amma 2 yanlışı niyə? Piece sayılan isim olduğu üçün bunun qabağında nəsə bir təyin edici olmalıdır. Çıxdım. Few'dan sonra pieces gəlibdir. Music of-dan sonradır. Doğrudur. A pieces olmaz. Eynən cəm ola bilməz. Bunu çıxdım. A piece of music cəmlənməz. Çıxdım. To piece-də də piece cəmlənməlidir. Çıxdım. Cavab 1-3 eləyir. Y bəndidir. 60-a baxıram. Deməli, music sözündə good music olar mı? Olmaz. Çünki musiqiyə aid olmuş olur. O da sayılmır axı. Çıxdı. A piece of music ola bilər. To woodsa pieces cəmlənməlidir. Çıxdım. Some music ola bilər. Eynən pieces cəmdə işlənə bilməz. Çıxdım. To pieces doğrudur. Cavab olur 1. Yox. 3, 2, 3, 6. Cavab B bəndidir. 61-ə baxıram. Deməli, baxıram burada. Musiqi sözü sayılmır. Eni musiqiyə aid eləyə bilməyik. Bu getdi. Eynən pieces cəmdə işlənə bilməz. Bu getdi. Musiqi cəmlənməz. Bu getdi. Deməli, folk song deyəndə də song sayılan söz olduğu üçün, sayılan isim olduğu üçün folk song olmalıdır. Axı, qarşısında bir təyin edici var. Folk musiqisi. Folk musiqisi, folk mahnısı. Hansı mahnı? Ona görə olmalı idi. Bu yanlışdır. E'si yoxdur. Cavab B'dir. Baxıram bura. A rock musicdə musiqiyə aid də ola bilməz. Getdi. Yəni, işlənə bilməz də. Sonra, a piece of music doğrudur. A music lesson-da lesson-a aiddir. Doğrudur. 4-ü götürürüm. Musiqi cəmlənməz. Song da sayıldığı üçün a popular song olmalıydı. Bunu da çıxıram. Musiqi dərslərində də dərslər cəmlənib doğrudur. 1, 2, 4. Cavab C bəndidir. 63-ə baxıram. 63-də. Good news-da news-a aid olmuş olur. Olmaz. Beautiful dear qalmasın. Niyə? Çünki dear'ın qabağında ya artikel yoxsa deməli o cəmdədir. Mən də burada it is veribdir deyə. Deməli, o ondan uzlaşmır. Yenə baxıram. Comfortable furniture. Sportsman cəmdədir. Yenə izlə uzlaşmır, getdi. Bu dear'da izlə uzlaşmır, getdi. Useful piecesdə də uzlaşma piecesdən, ofdan qabaqla gedir. Bu izlə də pieces uzlaşmır, getdi. Cavab C bəndidir. Furniture təkdə olduğu üçün iz işlənə bilər. 63-ə baxıram. Yenə izdə burada diqqət duraq. Birdən bizə lazım olar. Baxırıq. Lazım imiş. Niyə? Çünki children cəmdədir, izlə işlənməz. People cəmdədir, izlə işlənməz. Interesting book-da da problem esi var. Elə budur. Baxıram, useful information qoyuramsa, bu var burada. Useful information olur. Information da eynən işlənə bilməz. Bu da getdi. Interesting book olur. Prost problem odur ki, interestingdən olur. Ona görə çıxdım. Cavabım dedi. A nice pair of shoes olar. Bax, bu eni buradan götürdüm. Çaşmayın. A nice pair of shoes deyə bilərəm. Çünki pair ilə işlənə bilər. Cavab dedi. Burada they are-dı, cəmdədir. News sayılmır. Bunu çıxdım. Tək xəbər istəyir. Belə deyil. Is istəyir. Ona görə getdi. Sonra sub tək xəbər istəyir. Ar-la işlənməz. Article təkdədir. Ar-la işlənməz. Qaldı 2 variantım. D ilə B bəndi. D ilə B-də də səhv odur ki, policeman cəmdədir. Article ola bilməz axı burada. Bu da getdi. Cavabım onda olur B bəndi. Baxıram 66.
Burada niyə ship cəmdədir də? Bax, məsəl üçün, shipin qabağına e qoysaydı, bu təkdə olardı. Qoymayıbsa, deməli cəmdədir. A-la da uzlaşır. News sayılmır, uzlaşmaz. Sayılmayanlar tək xəbər istəyir. Sub da tək xəbər istəyir. Policeman də e qoyub bura işi korlayıbdır. Burada da article-la n bu təkdədir, tək də R-la uzlaşmır. Baxıram bura, yenə R söhbətində diqqətli oluruq. Diqqətli, how foolish. The boy təkdədir. Girl təkdədir, news təkdədir. Children-dan students qaldı elə. Hər ikisi cəmdir. Problem oradadır ki, how-da bu əslində cümləsidir, nida cümləsidir. Necə olur? How üstə gələk sifət və yaxud da sərf. How-dan sonra ya sifət gəlir, ya da zərf gəlir. Ondan sonra gəlməlidir bizim z artiklımız, sonra ismimiz. İndi bax, children-ın z-si yoxdur. Cavab buna görə c-dir. Bu nida cümləsi what-dan da var, how ilə da var. Bu sizə deməli ayrı bir qayda kimi düşmür. Həmişə ya quantifier'ın içində ya da bax belə sifətin zərfin içərisində düşə bilir. Ona görə o düsturu bilməlisiniz. Baxırıq, davam edirəm. 67. Yəni əgər onu bilməsəz children götürərdiniz. Z students-dən ikisinin arasında qalardınız ki, bəs burada problem nədir? Z qoyuram ya qoymuram. 67-yə baxıram. İdeya cəmlənib belə. Eynən nə işi var onun? İdeyası olmaz. 1-7. Amma a wonderful idea ola bilər. Idea ilə artikel işlənir. Sayılır yəni. Bu da səhvdir. Niyə? Çünki bu sayılırsa bunun burada artikel olmalıdır. Bu getdi. İdeya cəmlənibdir. Hər şey düşüb. 2-4. Doğrudur. Y bəndi. Pieces. Eynən pieces cəmdə olmaz. Getdi. Ən advice center doğrudur. Niyə? Çünki ən artikel center'a aiddir burada. Burada advice sözü təyin edici olur. Sifətdir. To bowl yox. Bowls olar. Cəmlənməlidir. A vegetable doğrudur. Vegetable supda da sup'a aid olmuş olur. Supda sayılmır, yanlışdır. Deməli, mənim cavabım 2 ilə 4-dür. O da eləyir D bəndi. 69-cu testdə. An important newsda an news aid olmuş olur, getdi. Few piece olmaz, pieces olar, getdi. Advice, advisor doğrudur. A delicious supda sup sayılmır, doğrudur. Səhvdir. Çünki e artiklı supla işlənə bilməz. Several'da da cəmdə verib, ofdan sonra ilə işim yoxdur, 5 doğrudur. Deməli, onda nə doğru oldu burada? 3 ilə 5. Cavabım B bəndidir. 70-ə baxıram. Fön-3-ə cəmlənməz. Bu getdi. Artikellə işlənməz. Bu getdi. To fön-3-ə rəqəmlə işlənməz. Bu getdi. Niyə? Çünki cəmlənə sayılmayan isimdir. Sayılmayan nə cəmlənmir, nə artikellə işlənmir, nə də rəqəmlə işlənmir. Baxıram digərlərinə. Ənaz özünə sonra sayılan tək isim istəyir. 2-ni çıxıram. Ənazəni belə də yada saxlaya bilərsiniz. Mən uşaqlar əslində sizə belə demişdim. Bunun qabağında elə bilin biri ən var. Ənlə də sayılmayan olmaz. Elə də düşünə bilərsiniz. Amma sam fön-3-ə olar. Çünki sam özünə sonra həm cəm, həm sayılmayan alır. A piece of fön-3-ə də olar. Çünki piece sayılır, artiklı var. Ofdan sonra ilə işin yoxdur. 1-4. Cavab C bəndidir. Deməli, baxın, burada Nərgiz Nəcəfin əl yazmalarından bəzi qeydlər var. Bunları özünüz gözlərini keçirərsiniz. Bax, məsələn, burada nə deyir? Sayılan isimlər təkdə də olar, cəmdə də ola bilər, ənlə işlənə bilər, rəqəmlə işlənə bilər, cəmlənə bilərlər də. Amma sayılmayanlar əksinədir, cəmlənmir və həmişə tək olurlar. Amma bu həm tək, həm cəm olur. Ənlə işlənməz, rəqəmlə işlənməz. Ona görə bayaqdan rəqəmləri atırdım. Sayılmayan isimlər hansı isimlərdir? Mayələr, yeyintilər, mücərrəd isimlər, metal və material adları, təbiət hadisələri, idman və oyun adları, elm fənn adları, xəstəlik adları, dillər, qazlar, toz və qırıntı halında olanlar, fəaliyyət adları və ümumi bildirən isimlər. Biz buna analar deyirik. Məsəl üçün, fön-3-ə möbil anadır, onun balaları sayılmır. Biz elə deyirik. Bu həmin bu isimləri əzbərin ümumi məfhum bildirən, yəni o analar dediyim, fön-3-ədir, fruitdur, ləqəcdir, manidir, trafikdir. Bunların özü sayılmır. Məsəl üçün, ləqəc yükdür, yükün növləri sayılır. Mani puldur, pulun özü sayılmır, növləri sayılır. Trafik nəqliyyat sayılmır, növləri sayılır. Fruit meyvə sayılmır, növləri sayılır. Fön-3-ə möbil sayılmır, növləri sayılır. Sonra bəzi isimlər var ki, həm sayılan, həm də sayılmayan ola bilir. Bunları nəzərdən keçirərsiniz. Sayılan isimlərimizə baxırıq. Baxın, hope-u burada sayılan mənada veribdir. Bu isimlər də sayılır. Bunları məsələn, earthquake, hava bildirən sözlərdən zəlzələ də sayılır. Ray, şua da sayılır. Biz amma cloud, wind, storm öyrənmişdik. Earthquake ilə ray, şuanı yadda saxlayın. Bunlar da sayılan isimlərdir. Earthquake, zəlzələ, ray də günəş şuası deməkdir. Davam edirik. Deməli, burada nəyə baxıram yenə? Ən çox işlənən sayılmayanlar, elə ən çox işlənən deyib, bütün testlərində də ancaq bundan ibarətdir. Oradan yadda saxlaya bilərsiniz. Bu birləşmələrin işlənmə formaları var. Məsələn, some'dır, good'dur, piece. Bunlar özünüz baxın. Sizin niyə few pieces verib? Çünki few'dən sonra bu cəmdə gəlməlidir. Some'dan sonra cəmdə gəlməlidir. Of'dan sonra əhəmiyyət daşımır. Two pieces cəmdə gəlməlidir. To'dan sonra əhəmiyyət daşımır. Pieces cəmlənibsə bu bir tərəf lazım deyil. Piece təkdədirsə E olmalıdır.
Yanlış formaları da burada verib nəzərdən keçirərsiniz özünüz. Bu qədər.